Salam, hörmətli müəllimlər və şagirdlər. Bu gün sizlərlə 7-ci sinif kimyadan Respublika fənn müsabiqəsinə hazırlaşanlara yeni nəşrdən çıxacaq vəsaitimiz haqqında danışmaq istəyirəm. Kitabımızda hər bir bölmə üzrə mövzuların izahları verilmişdir və mövzular yeni tədris proqramı əsasında geniş şəkildə izah edilmişdir. Ekranda da gördüyünüz kimi hər bir mövzu haqqında şəkillərlə, sxemlərlə şagirdlərin anlaya biləcəyi dildə izahlar verilmiş və hər bir bölmənin sonunda bölmə üzrə möhkəmləndirmə tapşırıqları qeyd olunmuşdur. Hansı ki, həmin möhkəmləndirmə tapşırıqları final turunda sizlərə kömək eləyəcək. Növbəti hər bölmənin sonunda bölmə üzrə test tapşırıqları, hər bir test tapşırığı da sizlərə düşə biləcək tərzdə model testləridir, yəni və yenə də testlərdə də çoxlu şəkillərdən, sxemlərdən istifadə edilmişdir ki, imtahanda asanlıqla sualları cavablaya biləsiniz. Eyni zamanda digər bölmələr üzrə də hər bir bölməyə aid bütün məlumatlar detallı şəkildə izah edilmişdir. Ekranda hər bir bölməni nümunə üçün sizlərə göstərirəm və yenə hər bölmə üzrə mütəmadi olaraq möhkəmləndirmə tapşırıqları, daha sonra bölmə üzrə test tapşırıqlarında qeyd etdiyim kimi bütün bölməni əhatə eləyən və sadədən mürəkkəbə doğru. Testlərdə ardıcıllıq, əvvəlcə sadə testlər, sonra orta çətinlikli və ən çətin tipli testlər də yer almışdır. Hər bölməyə aid kifayət qədər testlər var, 100-ə yaxın hər bölməyə aid testlər var və möhkəmləndirmə tapşırıqları var hər bölməyə aid. Və qeyd etdiyim kimi bütün bölmələrin də izahları geniş şəkildə verilmişdir. Kitabı detallı formada izləyə bilərsiniz və həmçinin bütün kitab mağazalarında olacaq kitabımız. Bu səbəbdən kitabı vərəqləyib kitabın içəriyi ilə tanış ola bilərsiniz. Deməli, ekranda yenə nümunə göstərirəm sizlərə. Biraz digər səhifələrə də baxaq. Yəni, indi mən burada bütün kitabın hər bir səhifəsini detallı göstərə bilmirəm sizlərə, amma ümumi olaraq tanış olmağınız üçün mənə elə gəlir ki, yəni kifayət eləyər müəyyən qədər fikriniz formalaşsın kitab haqqında. Hər bir dediyim kimi proses ətraflı izah edilib kitabda. İndi bu testlərdən sonra mövzu izahları və mövzuya aid möhkəmləndirmə tapşırığı və test tapşırığı bunlar bitdikdən sonra artıq sınaqlar başlayır. Deməli, burada ondan keçməmişdən qabaq, məsələn, bəzi proseslər var ki, o proseslərin və ya o qrafiklərin izahları demək olar ki, nə məktəb kursunda, nə digər kitablarda ümumiyyətlə yoxdur və onlar şagirdlərə çox çətinlik yaradır. Onların izahları burada xüsusi olaraq qeyd olunmuşdur, yoldaşlar. Yəni, asanlıqla şagirdlər mənimsəyə biləcəklər və deməli, kitabın bir saniyə, kitabın deməli mövzuları bitdikdən sonra artıq başlayır sınaqlarımız və 10 ədəd 25 suallıq sınaq mövcuddur kitabımızda. Hansı ki, bu sınaqlar yenə bütün bölmələri əhatə edir və sınaqlardan yenə bəziləri birinci tur üçün, bəziləri ikinci tur üçün, yəni ki, sadə, orta çətinlikli və çətin tipli sınaqlarımız var. Alfa sınaqları, yəni ən çətin tipli sınaqlar və s. var ki, sizlər imtahanda daha yaxşı nəticə göstərə biləsiniz. Eyni zamanda sınaqlar bitdikdən sonra qəbul tipinə, yəni əsas imtahan tipinə uyğun olaraq final turu sınaqları da var və bu sınaqlar da yenə də imtahan deməli tərzində sualların modelində hazırlanmışdır. Deməli, gördüyünüz kimi, yəni burada hər bir bölməni əhatə edən yenə də suallar var. Sonda da cavab kartı da yerləşdirilmişdir. Bütün bölmələrin cavab kartları, sınaqların cavab kartları hamısı ilə tanış ola bilərsiniz. İmtahan verəcək hər bir şagirdə uğurlar arzulayıram və kitabı hədiyyə əldə etmək istəyənlər deməli, hal-hazırda bir neçə kitab, yəni kitabın yeni nəşrdən çıxması ilə bağlı bir neçə kitab hədiyyə olunacaq. İndi hədiyyəni də kimlər qazanacaq, onun da şərtlərini qeyd eləyərik ki, yəni kitabın çıxması şərəfinə belə deyək.
bir neçə şagirdimizə inşallah hədiyyə eləyərik kitabdan ki, onlara da faydalı olsun. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.